Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində ölkədə ilk tam formatlı plastik və rekonstruktiv cərrahiyyə klinikası fəaliyyətə başlayıb. Yeni müəssisə əhalinin keyfiyyətli tibbi xidmətə çıxışını genişləndirməyi və müalicə üçün xarici ölkələrdəki klinikalara müraciətləri azaltmağı hədəfləyir. Müasir əməliyyatxana, lazer və endoskopik sistem, 3D planlama və görüntüləmə texnologiyaları, mikrocərrahiyyə, reanimasiya və intensiv terapiya avadanlıqları ilə təchiz olunan plastik və rekonstruktiv cərrahiyyə klinikası beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək. Əməliyyat otaqlarından birindəyi otaqlar ən müasir avadanlıqlarla təchiz olunub və burada xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün bütün zəruri şərait yaradılıb. Klinikadakı müasir avadanlıqlar mürəkkəb cərrahi müdaxilələrin yerində həyata keçirilməsinə imkan yaradır. Klinika ən müasir, son dövrün texnologiyanın ən müasir aparatları ilə təchiz edilmiş bir klinikadır. Xəstələrimizin xaricə getməsinin qarşısı alınacaq və bütün bu problemlərin yerində öz müəssisəmizdə qarşısının alınması üçün gözəl bir şərait yaradılır. Klinikada plastik cərrahiyyənin bütün əməliyyatlarının icrası mümkündür. Ölkəmizdə sığorta zəminində plastik, rekonstruktiv və estetik cərrahiyyənin rekonstruktiv əməliyyatlarının burada təməli atılır. Bunlar nələrdir? Əl cərrahiyyəsi, onun xaricində kraniomaksilofacial cərrahiyyələr, yəni dovşan dodaqlar, qurd ağızlar. Mərkəzdəki 42 çarpayının 9-u reanimasiya, 33-ü isə stasionar müalicə alan xəstələr üçün nəzərdə tutulub. Süd vəzi xəstəyə əməliyyat olmuş, sağalmış xəstələrdə onkolojik əməliyyatdan, ximiya radioterapiyadan sonra qadınları yarımcan buraxmamaq üçün onların süd vəzinin rekonstruktiv əməliyyatlarını eləmək lazımdır ki, ölkəmizdə həm otogen, həm fleplərlə, həm kombinə otogen cərrahiyyələr burada gerçəkləşdiriləcəkdir. Klinika həm də rezidentura və ixtisas artırma bazası kimi fəaliyyət göstərəcək. Şamilə Şamil qızı, Novruz Kazımov, ASTV Xəbər.